dostlar. Mən Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin sədri, eyni zamanda Türkiyədə fəaliyyət göstərən Turan Elçiləri Təşkilatının Azərbaycan təmsilçisi Radə Abbas sizin qarşınızdayım. Mənim bugünkü sizlə təmasa girməyimin səbəbi dünya Azərbaycanlılarının həmrəylik gününün yaxınlaşmasıdır. Mən çox istəyərdim ki, bunu dünya Azərbaycanlıları adına deyil, Oğuz Türklərinin həmrəylik günü adına bu tədbiri formalaşdıraq və mən acizanə şəkildə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevdən də xahiş edirəm. Mümkünsə irəlidə bu sözün yenidən yaranması, yəni yenidən yaranması da deməyək, Oğuz Türklərinin həmrəylik günü adı ilə ortama gəlsin. Ona görə ki, biz Turan yaradırıq. Ona görə ki, biz Turanın ordusunu qurmaq istəyirik. Ona görə ki, biz Turan dövlətlərinin birliyini yaratmaq istəyirik. Bu baxımdan hər yerdə bizim Türk soyumuz, Türk adımız bəlli olmalıdır, deyilməlidir, səslənməlidir. Qulaqlarda artıq bir Türk soy kökü daimi olaraq səslənməlidir, daimi olaraq. Bu baxımdan mən sizə müraciət edirəm və Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin və Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyip Ərdoğanın Turanın qurulmasına göstərdikləri bu qədər səmimiyyət, bu qədər yaxınlıq, bu qədər daha artıq diqqət bütün Türk dünyası ölkələrinin rəhbərləri tərəfindən səmimi qarşılanır və çox istəyirəm ki, hamı eyni cür fəaliyyət göstərsin. Və dünya Oğuz Türklərinin həmrəylik günü deməyimin də səbəbi 60 milyondan çox dünya çapında Oğuz Türkləri yaşayır. 45-50 milyona yaxın az qala Cənubi Azərbaycanda Oğuz Türkləri var ki, bugün onlar öz dillərindən, öz ədəbiyyatlarından, öz mədəniyyətlərindən kənarda qalıblar. Ana dillərində təhsil ala bilmirlər. Öz əlifbalarını oxuya bilmirlər. Əgər biz Oğuz Türklərinin həmrəyliyi gününü qeyd eləsək, bizə elə gəlir ki, bu daha gözəl olar və bu daha geniş ruh yüksəkliyi ilə qarşılanar. Bilirsiniz, biz 37-38-ci illərə qədər Türk soy ismi ilə, yəni kimliyimizdə Türk kimliyimiz yazılıb. 38-ci ildən etibarən Stalinin Azərbaycanın milli kimliyini məhv eləmək çabasından bizim xalqın, bizim Azərbaycan əhalisinin kimliyindən Türk sözü çıxarılır. Əslində biz uzun illər orta məktəbdə təhsil alanda da Azərbaycan əhalisinin danışdığı dil Türk-Oğuz dil qrupuna daxildir sözünü həmişə oxumuşuq. Bunu Sovet dönəmində də bizə dərs olaraq keçiblər. Və mən də bugün bax o soy kökümüzə dönməyimizi, Turanı yaratmağımızı, Turan dövlətlərinin, Türk dövlətlərinin birgə bir Turan dövlətini yaratmaq, Turan ordusunu yaratmaq, Türk dövlətləri birliyini yaratmaq naminə yola çıxanların hər birinə uzun ömür, can sağlığı, yorulmaz mübarizə arzulayıram. Arzu edirəm ki, biz digər adlarını çəkməyəcəm, nüfuzlu, güclü dünya dövlətlərini idarə edən qurumlardan daha güclü, daha gözəl, daha ədalətli bir qurum yaradaq. Bu da Turan ordusu olsun, bu da Turan birliyi olsun. Əslində Osmanlı dövləti, Osmanlı imperiyası dövründə dünyanın hər yerində
hər yerdə bir ədalətsizlik olardısa, dünyanın hər yerində bir işğala məruz qalan, zorakılığa məruz qalan xalq olardısa, Osmanlı dövləti gedər onu xilas edərdi. Və Şah İsmail Xətai dövründə də belə bir yəni adət olub ki, dünyanın hər yerində əgər bir xalq əzilibsə, əgər bir xalqın ərazisi təcavüzə məruz qalıbsa, onu azad edib Şah İsmail Xətai özünə verir. Biz həmin adamların, həmin oğulların nəvələriyik, həmin kişilərin nəvələriyik. Biz bugün dünyaya öz ədalətimizi də, öz sevgimizi də, öz böyüklüyümüzü də sübut eləmək yolundayıq. Bu yolda hər kəsə uğurlar arzulayıram, birlik arzulayıram. Bir-birimizin əlindən elə tutaq ki, biləyimizi kəssələr də əlimizi bir-birindən ayıra bilməsinlər. Tanrı türkü qorusun. Nə mutlu türküm deyən.